Salam dəyərli izləyicilərimiz, sizə Şüvalanda möhtəşəm bir villa təqdim edəcəm. Axıra kimi izləyin, 12 sotun içində yerləşir. Həqiqətən də çox super bir villadır. Özü üçün tikilmiş şəxsi bir villadır. İndi isə villamızın biz bağlı hovuz hissəsindəyik. Gördüyünüz kimi gözəl bir hovuzu var, isti hovuzdur. Baş tərəfdə də sanitar qovşağımız yerləşir. Gedək həyətlə tanış olaq, sonra isə evə daxil olarıq. Evimizin üzü ağlay daşları və travertin daşları ilə bəzədilib. Həqiqətən də möhtəşəmdir. Baş tərəfdə navəsimiz var, pult ilə idarə olunan darvazamız və yaşıllıq hissələrimiz və qıraqdan evin ön hissəsinə baxa bilərsiniz. Həqiqətən də möhtəşəmdir. Burada cam balkonu var. Gördüyünüz kimi geniş cam balkon 2 hissədən ibarətdir. Televizor, stulu, hər bir şəraiti var. Mətbəx mebeli də yığılıb. Və burada barbekü, samavar. Onu da nəzərinizə çatdırım ki, arxa hissəsində 10 sot əlavə torpağımız da var. Kim istəsə artıra bilər. Yuvanmadan daxil olaq evimizin içinə. Salam aleykum. Evə daxil olduqda gördüyünüz kimi geniş hol hissəmiz. Və burada mətbəx. Mətbəximiz yetərincə çox böyükdür, genişdir. Sobalarımız var, xaladenikimiz var. Heç bir istifadə olunmayıb. Arxa tərəfə çıxışı da var. Burada isə bayaq sizə təqdim etdiyim hovuz hissəmizdir. Burada evin ümumi sanitar qovşağı, hamam otağı. Birinci mərtəbənin yataq otağı. Otaqlarımız parketdən ibarətdir və zirzəmisi də var. Geniş zal hissədir zirzəmidə. Bunu da saxlayaq, müştərilər gələndə düşüb baxa bilərlər. Burada zal. Həqiqətən də çox gözəl tonlardan istifadə olunub, gözəldir. Yerimiz kermogranitdir, istipoldur. Amma parket olan hissələrdə isə atoplen sistemidir. Qalxaq ikinci mərtəbəyə. İkinci mərtəbəyə qalxdıqda sol tərəfdə bir yataq otağı. Və burada ayrıca hamam, ayrıca sanitar qovşağı. Üçüncü yataq otağımız. Və burada gördüyünüz kimi yığılmış qardirovlarımızdır. Və otağımızın sanitar qovşağı, hamam otağı. Burada da belə dolablar yığılıb.
Burada bir yataq otağı. Burada sonuncu yataq otağımız. Qiymətimiz 1.500.000 manatdır. İnşallah ki, yaxşı endirimimiz də olacaq. 12 sotdur, sənədlərimiz tam qaydasındadır. Evimizin kvadrat metri isə 470 kvadrat metrdən ibarətdir. Çox sağ olun, dəyərli izləyicilər, bizi izlədiyiniz üçün təşəkkür edirik. Sizin zənginizi gözləyirik.